Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Bugün 3-cü günün növbəti sualının izahını sizə təqdim edirəm. Əgər bu metodumuz bəyənirsinizsə, artıq 3-cü gündür. Kanalımıza abunə olun, paylaşın, bəyənin, rəy bölməsində fikirlərinizi yazın ki, davamı olaraq təbii ki, sizlərə təqdim olunsun. Bugün variantlarımızda üçlü variant yenə təqdim etmişəm. Bu dəfə idrac, təfəkkür, bir də pedaqoji prosesin prinsipini əhatə edəcək variantları belə deyim də, əhatə etmiş bir sualdır. Və sualın şərtini özünüz oxuyursunuz, cavabları rəy bölməsində yazırsınız, sonra izaha baxırsınız. Keçək bizdə sualın izahına. Mənim şagirdlərə test tapşırıqları verir. Həsən testlər işləyən zaman testin bir neçəsində səhv olduğunu müəllimə deyir. Müəllim isə sənə testdə niyə səhvlik olduğunu, nəyə görə bunu vurğuladığını soruşur. Hətta düz etmədiyini də deyir. Həsən isə dərslikdəki qaydalarla testi tutuşduraraq fikirlərini əsaslandırır. Verilmiş situasiyaya əsasən idrac sahəni, təfəkkür və pedaqoji prosesinin prinsipini müəyyən edəcək. İnanıram ki, oxuyan kimi çoxunuz fikir əsaslandırmanı görüb də gedib dəyərləndirmə götürmüsünüz. Harada dəyərləndirmə variantı var, gedib onu götürəcəksiniz. Amma yanılırsınız. Nəyə görə yanılırsınız? Çünki fikir əsaslandırma söhbəti iki yerdə var. Həm dəyərləndirmədə, həm təhlildə. Bəzən olur ki, açar sözlər bizim dadımıza çatmır. Bax, elə buradakı kimi. Birinci, gəlin dəyərləndirmədəki fikir əsaslandırma aydınlıq gətirin. Dəyərləndirmədəki əsaslandırmaq ondan ibarətdir ki, misal üzərində nümunə gətirin, biləcəksiniz. Şagirdə verirəm ki, bir mətin. Deyirəm, bu mətni oxu. Mətni oxuduqdan sonra fikirləri və əsaslandır mətnlə bağlı. Mən bu mətni oxuyub bitirmişəm. İndi fikrimi əsaslandırıram ki, mətin yaxşı idi, belə deyim də, filan hissə daha yaxşı idi, filan hissə daha, belə deyim də, yaxşı deyildi. Nə edirəm? Burada fikir əsaslandırıram. Kimin fikri var? Özümün fikrim var. Özüm münasibət bildirdim, özüm fikirlərimi əsaslandırdım. Bax, burada olacaq dəyərləndirmə mərhələsi, təfəkkür olaraq da tənqidi təfəkkür. Öz münasibətim var, özüm arqument gətirdim, özüm fikirlərimi əsaslandırdım. Mətni oxumasam, əsəri oxumasam, özüm əsərlə bağlı bir münasibət bildirib fikrimi əsaslandıra bilərəm? Təbii ki, xeyr. Dəyərləndirmədəki fikir əsaslandırmada öz dəsti xəttim var. Yəqin ki, aydın oldu. Dəyərləndirmədirsə avtomatik olaraq tənqid təfəkkürdür. Bunu tapdıq. İndi deyirsiniz ki, müəllim, bəs təhlil etmədəki fikir əsaslandırmaq nədir? Təhlildəki fikir əsaslandırmaq isə burada fakt var. Təhlildə fakta əsasən, nümunəyə əsasən fikir əsaslandırırım. Ona görə təhlil etmə mərhələsidir. Elə situasiyamızın şərtində də təhlilə nümunə gətirə bilərik. Baxın. Müəllim səhv edib. Səhvsiz insan yoxdur. Müəllim də texniki səhvlər edə bilər, sözsüz. Testi tərtib edərkən biz orada səhvi qeyd edib. Bunu şagirdi Həsən də görür və müəllimə deyir ki, müəllim, testdə səhv etmişsən. Müəllim də deyir ki, nəyə görə səhv etmişəm? Harda səhv olub? Deyə görüm. Şagird də gedir, dərsliyi götürür, açır dərsliyi, orada qaydanı tapır, dərsliyin qaydaları tapır, gəlir testlə də tutuşduraraq fikirlərini əsaslandırır. Buradakı sübutla şagird fikrini əsaslandırır. Daha sübutu loru da deyirəm. Yəni sübut fakt. Fakt nədir? Dərslikdir. İndi dərslikdəki qaydaya inanım mən, yoxsa müəllimin o testdə etdiyi səhvə inanım? Təbii ki, faktı əsasən. Fakta inanacam da. Mən də nə edirəm? Fikrimi fakta əsasən əsaslandıram ki, müəllim, bax, dərslikdəki qaydalarda. Misal çəkirəm, ismin halları, ismin 6 halı var. Bunu kitabda yazılıb. Testdə də müəllim yazıb ki, ismin 5 halı var. Müəllim deyir ki, ismin 5 halı var. İndi mən fikrimi əsaslandırmalıyam ki, ay müəllim, ismin 6 halı var. Necə əsaslandıracağım fikri? Getdim, dərsliyi açdım, qaydanı göstərdim ki, ay müəllim, ismin 6 halı var. Sübutla, faktla fikrimi əsaslandırdım. Bax, sübutla, faktla, nümunə ilə fikir əsaslandırmaq olacaq təhlil etmə mərhələsi. Həsən də burada nə etdi? Dərslikdəki qaydalarla testi tutuşdurub fikrini əsaslandırdı. Burada özünün dəsti xətti yoxdur, özü münasibət bildirmir. Mən deyə bilmərəm, ismin 7 halı var, 8 halı var, ismin 6 halı var. Fikrimi əsaslandırıram, amma
kitabdakı qaydaya əsasən fikrimi əsaslandırırdım. Bu olacaq nə? Təhlil etmə mərhələsi və avtomatik olaraq fikri faktlarla əsaslandırmaq təfəkkür olaraq məntiqi təfəkkür olacaqdır. Tapdıqmı? Məncə tapdıq. Bəs deyərsiniz, pedaqoji prosesin təşkili prinsiplərinə burada nəyə götürə bilərik? Baxın, müəllimin səhvini şagird deyir. Dedi. Laf gözəl, dedi. Müəllim deyir ki, Həsən, testdə niyə səhvlik var? Bunu nəyə görə vurğuladın? Hətta vurğuladığını deyir ki, nəyə görə bunu vurğuladın da? Hətta düz etmədiyini də deyir ki, yəni dilivə gətirib vurğulamağında yanlışdır. Əgər bunu mən deyirəm ki, şagird mənim səhvimi tutur. Deyirəm ki, sən düz etmədin. Niyə görə deyirsən? Deməli deyildin. Bunu deyirəmsə mühit pozulur burada. Çünki şagird əgər nədir? Nəsə bir səhv varsa fikrini orada səsləndirməyə bacarmalıdır. Dəstəkləyici mühitdə, yəni deyərsin, mənim dəstəkləyici mühit nədir? Dəstəkləyici mühit şagirdlərin təhlükəsizliyini təmin edəcək bir mühitdir. Şagird o mühitdə özünü sərbəst şəkildə ifadə etməlidir. Qorxmalı deyil, çəkinməli deyil, düşünməli deyil ki, müəllim məni mühakimə edəcək. Yəni müəllim buradakı kimi şagirdi mühakimə edirsə ki, sən düz etmədin, niyə dilivə gətirib səsləndirsən, mən səhv etmişəm. Bunu deyirsə, mühit burada dəstəkləmir. Yəni, müəllim sizdə sağlam mənəvi psixoloji mühit yaratmalıdır. Şagirdin, belə deyim də, şagird o mühitdə qorxmalı deyil, çəkinməli deyil, fikirlərini sərbəst şəkildə ifadə etməyə bacarmalıdır. Ola bilər ki, biz dərsi izah edirik, şagird izahı başa düşmür, deyir ki, müəllim bir daha izah et də mənə. Deyəcəm ki, bir az izah etmişdim də, təzədən niyə izah edirəm? Əgər bunu deyirəmsə, bu yanaşma göstərirəmsə, dəstəkləyici mühit pozulur. Dəstəkləyici mühitin başqa bir açar məqamları var. Təhlükəsizlik qaydaları haqqında şagirdləri məlumatlandırmaq, ondan sonra sanitar gigiyenik qaydalarını əməl etməsinə şərait yaratmaq, maddi-texniki bazanın təmin olunması, bunlar hamısı dəstəkləyici mühitə aiddir. Deyərsin, maddi-texniki baza nədir? Məsələn, sinifdə stul yoxdur və yaxud da var, informatika otağında kompüterlərlə təchiz olunub, ağıl lövhə var. Bunlar nədir? Maddi-texniki bazada deməli mühit dəstəkləyib. Hamısı dəstəkləyici mühitə aid olacaqdır. Deməli, sualımızın doğru variantı fikri faktlarla Həsən əsaslandırdığına görə fakt nə idi? Kitabımız idi, qayda idi, sübut idi, nümunə idi. Fikri faktlarla əsaslandırdığına görə təhlil, fikri faktlarla əsaslandırmaq məntiqi təfəkkür, təfəkkür də tapdıq. Əgər burada mühakimə var, müəllim deyir ki, niyə görə sən düz etmədin, niyə görə dilivə gətirib səslənir, müəllim sən səhv etmirsən. Müəllimin səhvini şagird dilinə gətirib deməsi, müəllim də deyir ki, niyə görə sən bunu dilivə gətirib dedin. Bunun deməsi dəstəkləyici mühitin pozulmasına gətirib çıxardır. Deməli, situasiyamızın doğru cavabı elə Y variantıdır. İnanıram ki, sizin də hər biriniz nədir? Doğru qeyd etmişsiniz. Dinlədiyinizə görə də təşəkkür edirəm.